həyatımızdakı bəy tərəfinə hədiyyə edilmiş şeylər, adımıza alınmış bir şeylər ola bilər, evlər, maşınlar, qızıllar, bizneslər qurulmuş ola bilər. Mən həmişə deyirəm, heç bir fərqi yoxdur, o pulu siz özünüz qazandınız, yoxsa kimsə sizə hədiyyə elədi. Əgər belə deyirlər, kainat sistemində o sizə gəlirsə, bu o deməkdir ki, sizin enerjinizdədir o. Heç fərqi yoxdur ki, onu necə əldə etdiniz. Biz bu arada Şərhəmin Maşın təlimində 5 pul kanalı haqqında da danışacağıq ki, pullar bizə hardan gələ bilir, necə olur və s. və s. Fərqi yoxdur, hardan gəlib, sizə məxsus nə varsa, bu toplu, belə düşünün, bax, bu yığdığınız şey, sizə aid olan şeylər, hamısı bərabərdir, nə dərəcədə insanları və özünüzü anlaya bilirsiniz, yəni nə dərəcədə kommunikasiya qura bilirsiniz. Çünki istənilən gələn pul, həmişə deyirəm bunu, maddi resurs, kommunikasiya əsasında gəlir. Heç vaxt durub, hardansa mücərrəd yerdən pul gəlmir. Yəni, hətta siz insanlardan təcrid olunmuş şəkildə bir əpp düzəldirsiniz və onu satıb da nə bilim milyoner olursunuzsa belə, orada belə insan ünsiyyəti, insanlarla kontakt qura bilmə qabiliyyəti sayəsində etdiniz bunu. Niyə? Hansı mövzuda ehtiyac olduğunu görə bildiniz. Əlbəttə ki, əpp tək başına qurulmur, komanda qura bildiniz, bunu elədiniz. İnsanların ən çox nəyə ehtiyacı olduğu, bu əpp daxilində nələr edə biləcəklərini çözə bildiniz.